Salam əziz abituriyentlər, bugün sizlərə həm toxuma aid qeyd, həm də ki, bir-iki test nümunəsi göstərəcəm. Deməli, imtahana ən çox lobyadır, buğdadır, bunların toxumlarından suallar gəlir. Əsas bir-iki məqam var. Deməli, bilməli olduğumuz belə bir şey var ki, buğdada, yəni taxıllarda ləpə yarpağı qalxan şəkilli olub, endospermlə bir tərəfdən birləşir və endospermdə olan qida maddələri ləpə yarpağı vasitəsilə rüşeymə ötürülür. Bununla əlaqədar 10 may 2026-cı ildə keçirdiyi sınaqda belə bir sual var. Görürsünüz 7 nömrəli. Buğdanın dəm meyvəsində qida maddələri endospermdən rüşeymə birbaşa nə vasitəsilə daxil olur? Ləpə yarpağı vasitəsilə daxil olur. Başqa imtahana nə tipli sual gələ bilər buradan? Deməli, sual verər ki, qalxan şəkilli olub, ləpə yarpağı endospermə bir tərəfdən yerləşir. Hansı bitkilərdə? Deyə bilər, onda taxıl bitkiləri götürülməlidir. Bundan əlavə bəzi bitkilərdə rüşeym çox kiçik olur və hər tərəfdən endospermlə əhatə olunur. Bunlara misal olaraq qaymaq çiçəyi olsun, sonra may inci çiçəyi olsun, üç rəng bənövşə olsun və s. misal göstərmək olar. Baxın burada, qaymaq çiçəyi və üç rəng bənövşə toxumunda ehtiyat qida maddələri adətən həm rüşeymdə, həm də endospermdə toplanır. Bunun səbəbi isə rüşeymin kiçik olmasıdır. Gəlin elə may inci çiçəyi, üç rəng bənövşə üzərində göstərim. Deməli, bax bu ortada gördüyünüz bunun rüşeymidir. Kənarda sarı rənglə verilən və toxumun rüşeymini hər tərəfdən əhatə edən isə endospermdir. Bu şəkildə də imtahanımıza sual gələ bilər. Gəlin belə bir sual nümunəsinə baxaq. Deyir, toxumunda rüşeymin endospermlə əhatə olunmuşdur. Hansı toxumda? Burada cavab qaymaq çiçəyi olacaq. Niyə qaymaq çiçəyi? Lobya və ağ turpda ehtiyat qida maddələri rüşeymdə toplanır və içləpərlərdə adətən endosperm olmur. Rüşeym tərəfindən məhv edilir. Çovdar və buğdanı da bayaq qeyd etdim ki, taxıllarda ləpə yarpağı qalxan şəkilli olur, endospermə bir tərəfdən birləşir. Amma qaymaq çiçəyində rüşeym kiçik olur və ətrafını endosperm əhatə edir.